Salam, hər vaxtınız xeyir əziz tələbələr. Bugün sizə mübtəda xəbər uzlaşması haqqında danışacağam. Mübtəda xəbər uzlaşması vacib mövzulardandır, hətta ən vacib mövzudur deyərdim. Səbəbi isə siz istər esse yazanda, istər açıq suallara cavab yazdıqda, əgər mübtəda xəbər uzlaşmasını pozursunuzsa, demək ki, balınızdan kəsiləcək. Və yalnızca mübtəda xəbər uzlaşması bu testlərin içərisində deyil. Həm də zaman testlərində də var, modallar, sual inkar cümləsi, istənilən bir mövzunun içərisində mübtəda xəbər uzlaşmasını biz orada görə bilərik. Deməli, nədir mübtəda xəbər uzlaşması? Mübtədamız əgər təkdədirsə, məsələn girl, deməli xəbərimiz də tək olacaq. Girl is. Əgər mübtədamız cəmdədirsə, məsələn girls, deməli xəbərimiz də cəmdədir. Girls are. Bəs yaxşı, nədir bu tək xəbər, tək feil, cəm feil? Məsələn, tək feillərimiz is, was, has, yəni feilin sonuna s artırdığımız formalar. Cəm nədir? Are, were, have, do, yəni V1-də olan feillərimiz. Bare infinitive, come, like. Bəs tək və cəm hər ikisi yəni eyni olanlar hansılardır? Məsələn, will, gələcək zaman. Yəni sən orada book da desən will'dir, books da desən will'dir, bütün hallarda will olacaq. Və ya keçmiş zaman, istər kökdən dəyişsin had və ya did kimi, istərsə də qaydalı olsun liked kimi, bütün hallarda təki və cəm eynidir. Bir də tələbələrin qarşıladığı bir situasiyanı demək istəyirəm. Məsələn, biz burada görürük ki, books sözü var. Yəni bu isimdir, kitablar. Əgər biz ismə s artırmışıqsa, bu onun cəmliyini bildirir. Amma məsələn, she books. Burada sifariş etmək mənasında deyək. Burada isə feil funksiyasındadır. Feilə s artırdıqda isə onun təkliyini bildirir. Bir də vurğulayıram. İsmə artırdığımız s cəmliyi, feilə artırdığımız s isə təkliyi bildirəcək. Bir də tələbələrin çox qarışdırdığı bir situasiyanı demək istəyirəm. Məsələn, biz burada qeyd etmişik ki, and və ya both and varsa mübtədanın tərkibində bu zaman xəbərimiz cəm olmalıdır. Bəli, və həm də deməkdir. Aysel və Leyla bizim məktəbdə təhsil alır. And var deyə xəbərimiz cəmdədir. Amma tələbələr qarışdırırlar bəzən. Məsələn, gəlin belə yazaq. Jane həm kitabları, həm qələmləri alır adətən. Deməli, burada both and var. Tələbələr həmişə qarışdırırlar ki, axı both and var, niyə xəbərimiz təkdədir? Çünki Azərbaycan dilində də belədir. Biz xəbəri mübtəda ilə uzlaşdırırıq. Tamamlıqla ya da başqa bir cümlə üzvü ilə yox, məhz mübtəda ilə. Məsələn, burada both and tamamlığın tərkib hissəsidir. Bizim əgər mübtədamız Jane təkdədirsə, xəbərimiz də tək olmalıdır. Deməli, xəbər mütləq şəkildə mübtəda ilə uzlaşmalıdır. Və harda and görsək, cəm yazmayacağıq. Bugün bir neçə situasiya var ki, ona diqqət yetirəcəyik. Məsələn, belə bir situasiyaya baxaq. Tom və Jerry mənim sevimli personajlarımdır. Tom ayrı personajdır, Jerry ayrı personajdır. İki ayrı personajdan danışdığım üçün əlbəttə xəbərim olacaq cəm. Amma deyirəm ki, Tom və Jerry mənim sevimli cizgi filmimdir. Orada ayrı-ayrı cizgi filmi deyil ki, Tom və Jerry bir cizgi filmidir. Yəni mürəkkəb isimdir. Mürəkkəb addır daha doğrusu. Dırnaq içərisində qeyd olunur. Demək ki, bu zaman biz xəbərimizi təkdə götürəcəyik. Baxmayaraq ki, cəmdir, baxmayaraq ki, and var, bir məfhumdan söhbət getdiyinə görə xəbər olacaq təkdə. Və gəldik növbəti bir situasiyaya. Əgər siz either or, neither nor, no or, not only but olsa görürsünüzsə, bu zaman xəbərə yaxın hissəyə baxmalısınız. Gəlin yazaq burada teachers. Burada da eləyək have ya da burada dəyişək teachers eləyək. Aha. Baxın, biz burada fikir verək ki, burada xəbərə yaxın hissəmiz Jane yox, müəllimlər sözüdür. Ona görə xəbərimiz cəmdədir. Amma burada xəbərə yaxın hissə müəllimlər yox, Kate sözüdür. Ona görə xəbər təkdədir. Yəni, bu bağlayıcılarda xəbərə yaxın hissəyə baxmalıyıq. Xəbərə yaxın təkdədirsə xəbər təkdə, cəmdədirsə cəm olacaq. Və növbəti punktumuzda yəli hala toxunacaq. Məsələn, yəli hal bildiyiniz kimi bir neçə versiyayla yarana bilir. Ofla da yarana bilir, apostrof S, S apostrof vasitəsilə də. Məsələn, biz baxmalıyıq burada hər zaman apostrof S və S apostrofdan sonraki sözə. Burada bizim fokusumuz Larissa'da yox, Larissa'nın oğullarındadır. Larissa'nın oğulları
Dünən o vaxtı futbol oynayırdılar. Apostrof S-dən sonra gələn söz cəmdədir deyə xəbərimiz də olacaq cəmdə. Amma əgər ofla yaransaydı, baxacaqdıq ofdan əvvələ. Ümumiyyətlə sadəcə ofa aid deyil. İstənilən bir söz öndən əvvələ baxacaqsınız. Məsələn, söz önləri hansıdır qarışdırırsınızsa, burada biz qeyd eləmişik ən əsas istifadə olunanlardan. Məsələn, biz burada her friends-ə baxmayacağıq. Çünki her friends söz önündən sonra da dostları ilə balaca bacım tenis oynayır. Yəni bizim mübtədamız with-dən əvvəlki sözdür. Yəni sis-də, təkdədir deyə xəbərimiz də olacaq təkdə. Bir də xatırladıram apostrof S-dən, S apostrofdan sonraya. Amma söz önündən əvvələ baxmaq lazımdır. Bir də gələn belə bir məsələyə toxunaq. The book which was read by, məsələn, my friends. Biraz daha çaşdırıcı bir situasiya yaradaq. Baxın, burada friends sözünü görəndə bu sizə qarışdıra bilər ki, axı friends cəmdədir, mən niyə xəbəri tək yazıram ki, iz yazıram, qoy ar yazım. Bu bildiyimiz bir təyin budaq cümlədir. Təyin budaq cümləsi necə olur? Gəlin baxaq. Xəbərimiz heyrətamizdir. Nə? Dostlara yox. Kitab heyrətamizdir. Hansı kitab? Dostlarım tərəfindən oxunan kitab heyrətamizdir. Baxın, bu hissə, yəni which-dən friends daxil olmaqla olan hissə təyin budaq cümləsidir. Yəni bu my friends təyin budaq cümləsinin tamamlığıdır. Axı biz dedik xəbərin mübtəda ilə uzlaşdıracağıq. Bu cümlənin mübtədası nədir? Book. Demək ki, xəbər təkdədir. Belə bir açar sözlə deyim. Who, which, zətdən əvvəl gələn söz təkdədirsə, demək xəbərimiz də təkdədir. Cəmdədirsə, demək xəbərimiz də cəmdədir. Who, which zətdən isə əvvələ baxırıq. Əgər birbaşa xəbər gəlibsə. Və gerundla bağlı bir neçə nüansı diqqətinizə çatdırmaq istəyirəm. Deməli, gerundda məsələ necə olacaq? Məsələn, gəlin deyək, speaking and writing. Speaking or writing. Birincidə iki dənə gerund görürük. Yəni, məsdər gerundla ifadə olunur. Mübtəda gerundla, yəni məsdərlə ifadə olunur. Məsələn, ingilis dilində yazmaq və danışmaq tutaq ki, faydalıdır. Are ya da önəmlidir. Important. Deməli, burada biz are yazdıq. Çünki iki gerund istifadə olunub mübtəda tərkibində və and ilə birləşib. Amma biz burada xəbəri ikincidə tək yazacağıq. Çünki istifadə olunur is ilə, or ilə birləşibdir. Ona görə is ilə istifadə edəcəyik. Deməli, yazmaq ya da danışmaq ingilis dilində vacibdir. Yəni, sanki ikisindən birini seçirik. Deməli, əgər and-lə birləşdirmişiksə iki gerundu, bu zaman xəbərimiz cəm. Əgər or-la birləşdirmişiksə, bu zaman tək olacaqdır. Gəlin, başqa bir situasiyalara da baxaq. Speaking foreign languages. Məsələn, burada foreign languages-i çaşdırmamalıdır. Yəni, biz burada fikir verməliyik ki, xəbərimiz gerund əsaslanacaq. İsmə baxmamalıyıq. Speaking, bir dənə gerund var. Onda xəbərimiz olacaq təkdə. Is important. Yəni, buradakı cəm isim sizi çaşdırmasın. ING-li feil birdən etsə, xəbəriniz olacaq təkdə. Əgər çox olsaydı, 2 olsaydı və ya daha artıq, bu zaman cəm olardı. Məsələn, gəlin baxaq bu situasiyaya. Speaking English and məsələn, French, fransız və ingilis dilində bilmək. And-ə baxmayın, and sizi çaşdırmasın. Speaking, ING-li feil bir dənədir. Xəbərimiz olacaq yenə də təkdə. Baxmalıyıq ING-li feilin sayına. Deməli, bu belə. Bir də növbəti situasiyada biz quantifiers'ları görəcəyik. Bu quantifiers'lar haqqında əslində quantifiers bölməsində danışmışıq. Məsələn, sama baxıb biz xəbər təyin edə bilmərik ki, samın yanındakı isimdən asılıdır. Məsələn, sayılmayan isim gəlibdirsə, əlbəttə ki, xəbər tək olacaq və ya cəm isim gəlibdirsə, xəbər cəm olacaq. Məsələn, burada information sayılmır deyə xəbərimiz təkdir. Amma məsələn, books cəmdir deyə xəbərimiz cəmdir. Yəni, burada bir növ isimdən asılıdır. Amma məsələn, both artıq elə deyil, mütləq cəm tələb edir. Digərlərində isə mütləq şəkildə isimdən asılı olacaq. Və törəmənin xəbəri həmişə təkdədir. Burada fərqi yoxdur. Every'nin törəməsidir, no'nun törəməsidir, some'un və ya any'nin törəməsidir. Bütün törəmələrin xəbəri mütləq tək olmalıdır.
Nanov haqqında əslində tam dəqiq nəsə demək istəmirəm, çünki artıq testlərə düşməyəcək uzlaşma bölməsində. Çünki biz bunu Cambridge saytında da görə bilirik ki, Nanovun əslində ismi cəm də ola bilər, sayılmayan da ola bilər. Ə, Amma əvvəlki testlərdə biz görürdük ki, Nanovun xəbəri həmişə təkdədir. Amma biz nəzər yetirsək əslində ingiliscəsindən Nanovun xəbəri təkdə ola bilər, cəm də ola bilər. Yəni daha akademik, formal versiyada Nanovun xəbəri təkdir, amma cəm olması da səhv deyil. Məhz bu ikiləmə görə artıq siz Nanovu uzlaşma testlərində görməyəcəksiniz. Gəldik each, every, Ayza, Nayza və Ənazəyə. Siz bu isimləri quantifiers bölməsində keçmisiniz və bilirsiniz ki, bunlardan sonra mütləq tək isim gəlməlidir. Əgər offla işlənərsə cəm isim gəlir, amma istənilən situasiyada xəbər təkdədir. Yəni bu miqdar göstəricilərindən sonra bütün hallarda xəbər tək olur. Offla işlənsə də birbaşa isim gəlsə də. Burada da baxın, offla işləndikdə cəm isimlə, amma tək xəbərlə işləndiyi situasiyanı da yazmışıq. Gəldik növbəti punkta. Mən dərsin əvvəlində qeyd etmişdim ki, harda and görsək, bu bizi çaşdırmamalıdır ki, mən gedim cəm yazım xəbəri. Bəzən istisnalarımız ola bilir. Məsələn, əgər mübtədanın əvvəlində, yəni təyin funksiyasında every və ya each varsa, bu zaman xəbərimiz tək olacaq. İstəyirsiniz burada 100 dənə isim yazın. Qarşısında every varsa, bu zaman xəbərimiz təkdir. Məsələn, gəlin belə bir cümlə yazaq. Has equal rights. Hər qadın, kişi və uşağın hüquqları bərabərdir. Bərabər hüquqları var. Deməli, nə olsun ki, mən woman and child yazmışıq. Qarşısında every var deyə xəbərimiz olacaq təkdə. Gəldik kəsr sayı və faizə. Kəsr sayı və faizdə sizə çaşdırmasın ofdan əvvəlki. Məsələn, burada almanın 4də 3-ü. Bu 4də 3 sizə çaşdırmamalıdır. Biz baxmalıyıq almaya. Bir almadan mı söhbət gedir? Okey, onda biz xəbəri tək götürəcəyik. Amma gəlin belə bir şey yazaq. Məsələn, one fifth of the apples. Buradakı one da sizə çaşdırmamalıdır. Əgər ofdan sonraki söz, yəni kəsr sayı və faizdən sonra istifadə olunan cəmdədirsə, xəbərimiz də olacaq cəmdə. Məsələn, were eaten. Almanın 5də biri yeyilib. Deməli, kəsr sayı və faizdə məni buradakı 3 və ya 1 çaşdırmamalıdır. İsimə baxmalıyam. Tək isimdirsə xəbər tək, cəm isimdirsə xəbər cəm olacaq. Yəni miqdar göstəricisində gördüyümüz bir nüans var. A number of, the number of. Hər ikisində isim cəm olmalıdır mütləq. Baxın, cəm isim. Forest, soldiers. Amma the number of-un xəbəri tək olur. A number of-un ki cəm. Belə də saxlayın həmişə. The number of da t ilə başlayır. Burada xəbər də, burada göstərim, the number of t ilə başlayır. Xəbər də tək olur. Çünki tələbələri bu çox qarışdırır. A number of görəndə E-yə görə gedib həmən tək götürmək istəyirlər. Yox, a number of da xəbərcəm də the number of da təkdir. Deməli, növbəti bir and olsa da tək isim, tək xəbər görə biləcəyimiz bir situasiyamız var. Hansıdır? Zərə zəralı cümlələr. Məsələn, baxın, burada da siz and görürsünüz, burada da. Lakin bir cümlədə xəbər təkdədir, bir cümlədə cəmdə. Çünki xəbərə yaxındakı söz təkdədir deyə xəbərimiz təkdədir. There is a girl. O zaman girl təkdədir deyə xəbərimiz təkdir. Amma burada xəbərə yaxındakı cəm isimdir. Two apples. Deməli, xəbərimiz də olacaq cəm. Bir daha vurğulayıram. Zərə zəralı cümlələrdə biz xəbər təyin eləmək üçün əvvələ ilk ismə baxmalıyıq, xəbərə yaxına baxmalıyıq. Təkdədirsə xəbər tək, cəmdədirsə cəm olacaq. Və növbəti situasiyamız biraz xüsusi isimlərlə əlaqədardır. Məsələn, biz Birləşmiş Millətlər, United Nations, Birləşmiş Ştatlar, United States görə bilərik. Burada S bizi çaşdırmamalıdır. Çünki United Nations deyəndə Birləşmiş Millətlər bir təşkilatdır. Ona görə xəbər təkdir. Birləşmiş Ştatlar bir ölkədir. Ona görə xəbər təkdir. Məsələn, billiards. Bilirik ki, bu sözün özündədir. Hətta isimdə qaralamışıq həmin hissəni ki, siz orada daha da diqqət yetirəsiniz. Billiards var idi, dama, draughts var idi, dominos var idi burada. S özünün tərkibindədir və bilirik ki, oyun adları, futbol, voleybol, bunlar sayılmadığına görə xəbər həmişə tək olur. Və ya
bilirik ki, xəstəliklər də sayılmır. Measles-ın özünün tərkibindədir, qızılca sözünün tərkibindədir. Ona görə xəbərimiz olacaq təkdə. Növbəti bir məsələ isə deməli, zaman, pul, ağırlıq, məsafə ilə bağlıdır. Məsələn, biz burada 50 dollar görürük və əlbəttə 50-yə görə dollar sözü cəmdədir. Axı miqdar sayı var qarşısında. Amma bu məfhumlara aid olan sözlər özü cəmlənsə də xəbəri tək götürəcək. Məsələn, 6 hours, 6 saatlıq yuxu mənim üçün kifayət deyil. Niyə görə özü cəmləndi xəbər təkdir? Əslində bu məntiqli bir açıqlaması var və ya 1000 kilometr. Çünki biz 50 dollara 50 dollara 1 dollar kimi hamısı ayrarlıqda yanaşmırıq da. Biz ona ümumi bir məfhum kimi yanaşırıq və ya 6 saatlıq bir yuxuya 6 saata ayrarlıqda yanaşmırıq. Biz ona ümumi bir məfhum kimi 6 saatlıq bir yuxu kimi ya da 1000 kilometrlik bir yol kimi yanaşırıq və ona görə xəbər tək olur. Və növbəti bir situasiya millət və dil adlarındadır. Sadəcə Chinese yox, English və digərlərinə də aid ola bilər. Məsələn, siz Chinese sözünü tək gördünüz. Yanında the article falan heç nə yoxdur. Deməli, burada dili bildirir. Çin dili. Əgər z-si yoxdur və Çin dili bildirirsə, xəbərimiz olacaq təkdə. Amma qarşısında the article var. Bu zaman Çinlilər deməkdir. The Chinese. Bu zaman Çinlilər dedikdə, milləti bildirdikdə isə xəbərimiz olacaq cəmdə. Yəni, bu English-a da aiddir. Təkdə görsək olacaq izlə. Çünki z-siz görsək olacaq təkdə, çünki dili bildirir. Amma the article ilə görsək olacaq cəmdə, çünki burada artıq milləti bildirəcək. Və biz əsasən sifətə görə əlbəttə article seçə bilmərik, xəbər seçə bilmərik. Çünki bu məfhumlar xəbəri biz mübtədaya görə adlandırırıq axı. Amma sifətin yanında isim görmürüksə, biz onda nəyə görə adlandıracağıq bəs? Məsələn, gəlin belə bir situasiyaya baxaq. The old man ya da deyirəm the old men. Əlbəttə mən olda baxmıram burada, mən və ya menə baxıram. Mən təkdədir deyə xəbərim tək, men cəmdədir deyə xəbərim cəm olacaq. Amma bəs yoxdursa necə yeyəcəm? Bu zaman o deməkdir ki, old sözü artıq Azərbaycan dilində biz buna deyirik substantivləşmə, yəni isimləşib. Hardan bilirik? Çünki ismin xüsusiyyətini götürür. Artikel ismin xüsusiyyətidir axı. Və bu zaman qoca yox da qocalar mənasına gəlir. Yəni, bir sifətin qarşısında vurğulayıram, yanında isim yoxdursa. The article varsa, demək xəbər cəmdədir. Çünki isimləşib. Varlılar, qocalar, gənclər, kasıblar, işsizlər və s. Və növbəti və sonuncu deməli, məsələni biz əvəzi mövzusunda da qeyd eləmişik. All. All yanında isim yoxdursa, əlbəttə, yanında isim varsa, ismə uyğun olaraq qoyacağıq mübtədanı. Məsələn, all the xəbəri, all the city, bütün şəhər deyirəmsə, əlbəttə tək olacaq. All the cities, əgər bütün şəhərlər deyirəmsə, əlbəttə cəm olacaq. Amma yanında isim yoxdursa, bu zaman necə olacaq? Tək də ola bilər, cəm də ola bilər. Bu artıq situasiyadır nasıldır? Hər kəs mənasında xəbər cəm olur, hər kəs xoşbəxtdir. Hər şey mənasında isə xəbər tək olur. Məsələn, hər şey ictimaiyyətə məlum oldu. Deməli, bu zaman isə xəbərimiz olacaq təkdə. Hər şey mənasında tək, hər kəs mənasında isə cəm olacaq. Yəni, uzlaşma ilə bağlı da nəzəri isə bu qədərdir.